gəlir, əli dolu. Ay qız, niyə əziyyət çəkirsən? Xoşdur. Kızlar, bugün mən hara gəlmişəm? Gördüyünüz bu xanımlar artıq illərlədir mənim Aytacın yanına gəlməyimi gözləyirlər. Nəhayət bir vaxt tapdım. Aytac öldürürdü. Bax bu məni. Bax bu. Allah haqqı bu. Bir ayda bir səni yığdırtırıb ben sonra. Sabah öbürsün gələm. Alper işçisi gələm. Allah haqqı. Mama bugünləri qəşə anı botoks olunacaq. Aytac dedi ki, botoks edim. Başqa nə istəyir? Mən qoymadım. Ağız ətrafını falan qoymadım. Ay, mənim canımdır da. Sizə botoks edim, 7.8 botoks istəyirsin. Qəşənləşdirin məni Aytaç xanım. Bax üstə xanım. Aytac deyə ona dodaq eləmə. Xahiş edirəm. Dodaq eləmə. Bu dodaq 3 gün anamı ağlatdı. Başa düşmür ki, mən ona həmişə bildirdim ki, 3 gün zaten şişkin ol. Ondan sonra heç nə qalmır. Gedib İsrailə məbəl edir. Dodaq